Hər Allahın salamı olsun. Bugün mən sizə anason bitkisi haqqında danışacağım. Bu anason bitkisinin qurudulmuş halıdır. Görürsünüz, əldə də qopur düşür. Əslində təzə halı belə tünd rəngdə olmur, beyaz açıq rəngdə olur və onu da mən sizə şəkil vasitəsilə qoyub göstərəcəm. Bu indi qurumuş haldadır, çox quruyub. Anason bitkisini əvvəlcə sizlərlə tanış edim. Qurumuş olsa da təbii halda bu şəkildə olur. Baxın, belə ulduz şəklində olur. Sonra bunun içərisində də xırda toxumları olur. İşıqdan yəqin ki görsənir. Bilməm, arkadaşlar görə bilirlər. Bir bakalım. Əminəm ki, izləyicilərim bunu görürlər. İnci tanış edək. Tanış etdikdən sonra biz bunun haqqında danışaq ki, əvvəlcə bilsinlər ki, anason bitkisi nədir. Baxın, bunun içərisində belə içindəkilər xırda toxumlar olur da içərisində. Mən onu sizə şəkil vasitəsilə qoyacağım. Baxın, burada var. Obsunda toxumu düşüb artıq. Amma burada var. Görürsünüz, içərisində xırda belə toxumu olur. Və bu şəkildə olur. Xırda toxumlar olur. Mən birini indi qurudulmuş olduğu üçün artıq görürsünüz, daha yaxşı görsəndir. Baxın, görürsünüz içərisindəki toxumu. İndi bunu artıq biz tanış olduqdan sonra bunun bizə nəyə faydası var, biz bunu necə istifadə etməliyik, o barədə sizlərlə paylaşacağım. Bilirsiniz ki, hər dəfəsində bir şey paylaşmaq qərarına gəlirəmsə, artıq mən qırdım bunu və bu şəkildə də sizə göstərmək istəyirəm iki hissəsini gördüyünüz kimi. Və hər dəfəsində mən sizlərlə yəni təbii bitkilər, otlardan danışıram, artıq bilirsiniz. İndi siz bunların hamısını əvvəlcə göstərirəm ki, bir məlumatımız olsun. Daha sonra isə bunun nəyə faydası var, nədə istifadə etməliyik, gündəlik yaşantımızda necə istifadə etməliyik, bunun haqqında sizlərlə danışıram. Və bunun deməli, xizayələri nədir, yan etkilər nədir, bunlardan da danışacağım sizlərə. Deməli, tanış olduqdan sonra təbii ki də tanış olduq artıq. İndi isə anason bizim hansı şikayətlərimizdən bizi qurtara biləcək əsas məsələ də budur. Gəlin bu haqqında biraz danışaq ki, bilək ki, bunun faydaları nədir və ümumiyyətlə nədir. Anason maydanozgillər ailəsinə aid olandır. Toxumu, kökü, yağı və yarpağı ilə ilək düzəldəndə istifadə olunur. Yəni dərmanda istifadə olunur. Əsasən ana vətəni Asiyadır və ilk dəfə olaraq Misirlər tərəfindən yapılmışdır. Daha sonra ilk olaraq qoxu vermək amacı ilə kullanılmışdır. Ayrıca yeyəcək və içəcəklərin içərisinə də aroma qatmaq üçün istifadə olunur. Nəm səviyyəsi orta dərəcədə olan bu anason bitkisi ölkəmizdə və digər ölkələrdə mövcuddur. Yəni tapa bilərsiniz. Xüsusilə Türkiyədə, Anadoluda yetişir. Ən çox deməli, iyul və avqust aylarında buna daha çox rast gəlmək olur. Ona görə indi məndə görürsünüz qurudulmuş halda mən bunu elə bilin ki, əvvəlcədən almışdım və saxlamışdım ki, quruyub hansı ki bu. Əvvəlcədən alanda yaş halında olur biraz, yəni belə quru halda olmur və rəngi də belə tünd olmur. Biraz açıq rəngdə olur. İndi anasonun bitkisinin faydaları nələrdir? Əvvəlcə faydası haqqında danışaq. Anason bitkisi iştah açıcıdır, kəskin bir dadı var və bu yüzdən də biz bunun yeməklərimizdə istifadə edə bilərik. Qaz söşdürücüdür, sindirimi kolaylaşdırır. Yəni köpüğünüz falan varsa bundan istifadə etsəniz yeməklərinizə o zaman sizə faydalı olacaqdır. Anason bitkisi sahib olduğunuz zəngin potasium miqdarı ilə vücudu kontrol edir və qəlbə də xeyirli vardır. Həmçinin də qan
basıntısına yardımcı olan hüceyrələri qorur və onları şişkinliyi götürür, belə deyək, həzimsizliyə kəsin çözüm sağlar. Sonra sakitləşdirici etkisi vardır. Sinir krizlərini, aşırı reaksiyalar və kasılmaları da yatışdırır. Uyarıcı özelliği sayəsində metabolizm hərəkətə keçir və enzim və hormonların salgılanmasını sağlar. Sonra qan dolaşımını düzənlər, cilt ləkələrinə qarşı xüsusilə yaxşı çözümlərdən biridir. Həm qadınlar, həm də kişilər üçün lipido artırıcı özelliği vardır. Yəni lipidlər artır. Belə deyək, qadınlarda adət düzənsizliyi, yəni aybaşı olanda bəzən hormonlarda pozğunluq olur ki, gecikmələr baş verir. O zaman bundan istifadə edə bilərsiniz və hormonal dəngəyi kontrol altına aldığı və anne südünü artırdığı görülmüşdür. Yəni ana südünü də artırır. Bu xüsusilə də süd verən analara aiddir ki, süd verən analar da bundan istifadə etsinlər. Sonra kırmızı kan hüceyrələrin gəlişində də önəmli rol oynayır. Nəfəs darlığı, sonra astım və bronxit kimi üst solunum yolu şikayətlərini azaldır. Üst solunum yolu şikayətlərini qaynaqlanan göğüs və baş ağrısına da deməli xeyri vardır. Sonra antibakteriyal özelliği de vardır ki, bu ağızda olan kötü qoxuları da aradan qaldırır və bütün kötü qoxularla savaşır, belə deyək, bədənimizdə olan və infeksiyalar, mikrobları hamısını əngəlləyir. Əgər bədənimizdə kötü qoxu varsa, biz bundan yeməklərimizdə istifadə edən zaman bunlar hamısı, yəni bəzən görürsən ki, təriyəndə insan bədənindən kötü qoxular gəlir, yəni onu da insan bədənindən çıxardır, belə deyək. Ayrıca yağların hızlı bir şəkildə sağalmasını da xeyri vardır. Sonra xeyrindən danışdıq. Biraz da biz bunun zərərindən danışaq. Bəs zərəri var mıdır? Zərəri nədir? Zərəri hər bitkidə olduğu kimi anason da, yəni anason bitkisinin də təbii ki də həm çox tükətsəniz zərər ola bilər, həm də allergiyası olanlar, xüsusilə deyim ki, yəni allergiyası olanlar xüsusilə bundan çox istifadə etsələr allergiya verə bilər, olar, qızarıqlı, qaşıntı, yanma şikayətləriniz ola bilər. Bu nədənlə də siz allergiyası olan insanlar, xüsusilə özümü tutub deyirəm ki, bunu istifadə etməmişdən əvvəl mütləqa həkimə müraciət edin. Sonra akciyərdə ödəm oluşturma riski bulunmaqdadırsa, əgər iç kullanımızdan sonra bulantı və qusma varsa, onda o zaman istifadə etməyin. Tədavisi sırasında kullandığınız ilaçlarla tövsiyə ün olaraq anason kullanmaq ilaçlarla təpkiməyə girməsinə nədən ola bilir. Yəni bu deməkdir ki, əgər siz dərman istifadə edirsinizsə, dərmanla birlikdə bunu da istifadə etsəniz, sizin dərmanınızın reaksiyası, yəni heçə çıxa bilər. Bədəninizə reaksiyasından söhbət gedir. Ona görə də bunu xüsusilə də deyim ki, hormon tədavisi görən kişilər mühaqqaq anasondan qaçınması gərəkməkdədir. Sonra ayrıca kanser tədavisində də kullanılan ilaçların etkisini azaltdığı üçün anasondan uzaq durmalıdır. Yəni xərçək xəstələrinə də bu çox ziyandır. Kimə xeyri var? Deməli, hamilə qadınlara bildiniz xeyri var. Bir də ki, bədəndə qoxu olan insanlar bundan istifadə edərək bədəndəki qoxuları, bir də köpü aradan qaldırır. Xüsusilə bunu yəni deyim sizə, süd verən analar üçün yəni xeyirlidir, süd artır. Sonra əgər hamiləlik və əmizdirmə dönəmində kullanılacaq mütləqa bir doktor gözətimində olmaq gərəkir. Yəni bu deməkdir ki, birdən ola bilər ki, ziyan ola bilər. Çünki insandan insana dəyişə bilər. Yəni əgər bunu istifadə edən zaman sizdə qaşıntı, ürək bulanma, sonra şeylər baş verirsə, o zaman çalışın istifadə etməyin. Yəni çox diqqətli olun. Bunu deyirəm. Sonra
Başqa anason çayının faydaları nədir? Əgər siz bundan çay dəmləsəniz, bunu indi yeməklərə tökməkdə mən danışdım. Bəs çayının faydası nədir? Çayının da faydası odur ki, astım, öskürük və nəfəs darlığı kimi üst solunma yolu şikayətlərini gidərir. Sarı və histərik kimi yaşanan solun və sinənin yanıt vermədiyi dönəmlərdə sakitləşdirici etki yaradır. Ağciyəri rahatladır və sinirə iyi gəlir. Uyğusuzluğu şikayətini gidərir. Afrodiziyak etkisini yaradır, beyin yoğunluğunu alır, kan dolaşımını hızlandırır və böyləcə işləm iltihabı və romatizmə nedeniyle oluşan ağrıları azalır. Şişkinlik, bulantı və kramp gibi sorunlara iyi gəlir. Çay ilə bərabər kullanılan anason yağı iştah açıcı və sindirim sistemi funksiyonalını hərəkətə keçirir və bəs biz bunu biliriksə çayının belə bir faydaları vardır. Bəs biz bu çayı necə dəmləyəcəyik? İndi isə anason çayı necə dəmlənməsi haqqında sizə məlumat verəcəm. Deməli 2 stəkan suya, amma qaynanmış suya bir çay qaşığı ya üyüdülmüş ya da balaca doğranmış şəkildə anason əlavə edin və toxumlarını isə qaynanmamış suya əlavə edin. Sonra isə 5 dəqiqə dəmləməyə buraxın və ləzzət qatmaq üçün də bal və ya limon da əkləyə bilərsiniz təbii ki də. Deməli artıq bildiyiniz 2 fincan suya 200 qramlıq, 250 qramlıq fərq etməz, fincanınız hansısa olsun. Bir çay qaşığı bunu üyüdürsünüz, bir çay qaşığından dökürsünüz, qarışdırırsınız. Bir də istəsəniz zövqə görə limon və yaxud da bal istifadə edə bilərsiniz. Təbii ki, dəmlədikdən sonra və belə südlə də dəmləyə bilərsiniz və yatmamışdan qabağa istifadə edə bilərsiniz. Həmçinin bir stəkan süddə də eyni zamanda bir çay qaşığı bundan istifadə edə bilərsiniz, üyüdülmüş halını və bu sizi sakitləşdirər içdikdən sonra və içərisinə südün həmçinin darçın və yaxud da bal yəni əkləyə bilərsiniz, yəni qoya bilərsiniz. Sonra bundan anasondan yağı olur, anasonu. Yəni yağı da faydalıdır. İndi mən yağın şəklini sizlər üçün qoyacağam. Sonra baxarsınız onun yağının şəklinə. Amma anason yağının necə kullanmalıyıq onu da sizlərlə paylaşım. Anason yağı saçlarda bitlənməyə qarşı olduqca etkilidir və tarixdə bu özəlliyə bilinməkdədir. Kuru öskürüyü keçirmək üçün kullanılır və hıçqırıqlardan qurtulmaq üçün etkili çözümdür. Sindirim sistemi sorunlarında və mədə kanatlarında anason yağı kullanıla bilir və belə anason yağının da şəkillərini mən sizlərlə paylaşacağım və içərisindəki toxumu da şəkil formasında sizlərlə paylaşacağım. Bayaq sizə göstərdim, amma yenə də şəkil formasında ya videonun əvvəlində ya da sonunda mütləqa paylaşacağım. Əminəm ki, bu video sizlər üçün faydalı olmuşdur və bilmədiyiniz otlar, bitkilər varsa da mən istifadə etdikcə mütləqa faydalarını üzə çıxardar, sizlərlə paylaşmağa çalışırım. Əminəm ki, siz də bundan faydalanmış olacaqsınız və belə. Sağ olun, Allaha əmanət olun.